Necə dua edim ki, qəbul olsun? Xəyal dairəsində olmamalıdır, belə deyək. Hə. Reallığa biraz uyğun dua eləmək lazım. İki qəbul olan duanın ortasında dua eləmək lazım. Məsələn, salavat qəbul olan bir duadır. Duanın başlanğıcında da salavat oxumaq lazımdır, axırında da. Bu artıq iki qəbul olan duanın ortasında olan dua qəbuldur. İsmi azamla dua eləmək lazımdır. Allahın böyük isimləriyle. Hə, qəbul olan dualardır. Azamla dedim, məsələn, mən həmişə ya Rabbi, ya Rabbi, ya Rabbi deyirəm. Bir dəfə ya Hakim, ya Rahim, Dəyiş, yəni. ya Fərd, Bir də anlayaraq, yəni. ya Kərim. Ya Hakim deyəndə Hakimi anlayaraq. Məsələn, sən Allahdan zənginlik istəyirsənsə, Qani ismi ilə dua elə məsələn. Zəngin olan odur. Ehtiyacın var məsələn, Saməd ismi ilə dua elə. Allah bütün ehtiyacları yerinə yetirəndə heç bir şeyə ehtiyac olmayan. Doğru, doğru. Xəstələnmirsən, Şafi ismi ilə dua elə. Bu da çox da yəni belə uzatmaq olar. Mübarək vaxtlarda, mübarək yerlərdə edilən dua, məsələn, cümə günü elə bir vaxt var ki, elə həmin vaxtlar dualar qəbul olur. Sonra Qədir gecəsi, mübarək gecələrdə olan dualar var. Mömin möminə dua edir qiyabən. Məsələn, mən səni görmədən dua edirəm. Sənə etdiyim dua daha qəbuldur. Hətta Peyğəmbərimiz deyir ki, bir mömin digər möminə dua edirsə, özü üçün dua eləmir, digər mömin üçün eləyir. Etdiyi bütün duaların qarşılığı sənə olsun deyir mələklər. Mələklər elə deyir. Bəli, nə qədər dua edirsən, daha artığı ilə qarşılığını sənə dua edirlər.